Salaheddin. Tarixdə Salaheddin kimi tanınan Yusif ibn Əyyub 1137-ci ildə Tikritdə Kürd ailəsində anadan oldu. Gənc yaşlarını döyüşçü kimi hazırlanaraq hərbi işi siyasəti oxumuşdu. Misirdə Fatimidlər Şiitlər rəhbərliyinə son qoyub öz dövlətini yaratdı. Orduya başçılıq edib müqəddəs torpaqları azad etməyə yollandı. Yerusalimin kralı 4-cü Balduin ordusu ilə bir neçə dəfə döyüşdü. 1887-ci ildə Yerusalimi müsəlmanlara qaytardı. Düşmənlərə mərhəmət göstərdi. Çoxlu mədrəsə, xəstəxana açdı. Tarixdə gözəl sərkərdə, əla döyüşçü, alicənab insan kimi qaldı. 4 mart 1193-cü ildə Dəməşqdə vəfat etdi. Salaheddin, alicənab sərkərdə.